Həzrəti Musa ibn Cəfər əleyhissalam eşitmişiz tarixdə necə zülümlər eləyib Harun. Gəlir evindən tutub aparmağa, görür evdə yoxdur. Hardadır? Peyğəmbər məscidində. Peyğəmbər məscidində ibadət halında namazını bitirməyə qoymurlar. Namaz qılan yerdə adi müsəlmana heç kəs bunu rəva bilməz. Ki birinin namazı qutarmamış qolundan tutub sürüyə-sürüyə çıxardasan. İmam namaz halında qolundan tutub sürüyə-sürüyə aparırlar. Bir dənə bunu deyə bilir, baxır Peyğəmbərin qəbrinə, deyir, Əssalamu aleykə ya Rəsulallah, ya Cəddah, ay mənim babam, bax gör ümmətüm məndən necə davranır. Amma dözür. Zindana salırlar, dözür. 4 zindan dəyişdi İmam Musa Kazım əleyhissalam. 4 zindan. Niyə? Niyə görə 4 zindan? Ona görə ki, hara gedirdi, öz səbri ilə hamını heyrətə salırdı, zindanın rəhbərliyi, nəzarətçilərin hamısı hidayət tapırdı, onun ruhiyyəsindən. Harun görürdü ki, yox, bu zindanda dəyişiklik yaradıb, qonaq kimi qalır, indi buna xidmət edirlər hamı. O biri zindana aparın. 4 zindanı belə dəyişdi, axır 4-cü də şəhid elədilər, şəhadətə çatdırdılar. Şəhadətindən bir müddət qabaq Harun adam göndərdi. Dedi ki, ona deyin ki, xəlvətdə heç kəs bilməyəcək. Desin ki, mən günahkaram, xəlifə məni bağışlasın. Mən söz vermişəm ki, günahını etiraf eləsə, mən onu bağışlayaram. Hərçənd bilirəm, sən günah eləməmisən. İmam Musa Kazım əleyhissalam dedi ki, mən ondan üzr istəyəndə öyrəm, çünki günah eləməmişəm, ona da gedin deyin ki, ömrümdən az qalıb mənim. Mən ömrümün qalan hissəsində dözərəm bu çətinliyə. O zindanda da şəhadətə çatdı, dünyasını dəyişdi. Güclü müqavimətlə, ruhun gücü ilə insanlar nəyəsə nail ola bilir.